Səthi xanımın bir gözəl orada sözü vuruladı. Onlar mütləq bu fikrini bircə dəqiqə tamamlasın. İmkan vermirsiniz. onların işi Narahat olmayın. həmin məhsulu müdafiə etməkdir. Bizim işimiz də öz tərəfimizi müdafiə etməkdir. Sizin tərəfiniz Siz nədir? özünüzü qida ekspert sayırsınızmı? Saymasam burada nə edirəm? Nəyə çağırıblar? Sizə sual bu sizə. Problem olmasa bizim nəyə problemimiz çağırmısınız? orada. Nədir problem? Problem odur ki, mənim fikrimcə o mövzunu qoyub mövzuya gedim. Qida eksperti dediyimiz insan, bax Məhsəti xanım. Məhsəti xanım getdi bunu oxudu, daimi üzərində işləyir və elmi bizə və cəmiyyətə, ictimaiyyətə elmini ötürə bilir ki, bu xeyirdir, bu ziyandır, bu birisi belədir. O cümlədən Şəlalə xanım, dünya ölkələrində necədir qida ekspertləri? Orada mübarizə müəllim kimləri yoxdur. Sizin kimlər? O biz də yoxuq orada. Mən başa Orada düşmürəm. mən icazə versəm mən Yox, deyim. siz Dünya artıq mən ölkələrində, şəxsimə Avropa deyil. ölkələrində, Çində, Sizi nə narahat Cənubi edir ki, başa Koreada, düşmürəm. Türkiyədə və digər ölkələrdə mübariz müəllim kimi ekspertlər yoxdur. Bunlar əldə qayırmadırlar. Necə? sözdə O buna toyuqların danışır. nərdivan altı Elə ona görə də, ona görə olur. bizim xalqda mən problem. üzr istəyirəm. Mən üzr istəyirəm. Sən üzr istəməyə Həmin ehtiyac ekspertlər bura çıxmamalıdır. Aha. Bizə çıxmalıdır elmi biliyi olanlar, alimlər Sizə və nə onlar sən da verdiyin verirsən də tövsiyə toyuqlara. tövsiyə xarakterli danışmalıdırlar ki, toyuq ətini qızartmayın yeyəndə və yaxud digər çeşidlərində müəyyən bişirmə qaydasını verin. Onlar tövsiyə xarakterli cəmiyyətə, ictimaiyyətə fikir ötürməlidirlər. Daha bunu kimi bilmədiyi şey, toyuğun ayağı tərifliyim. Bununla toyuğun mən bir şey ayağı hardadır açıq deyə, sən üzr istəyirəm. üzr Toyuğun istəməm, ayağı mən hardadır? danışıram. Mən sizə deyim, toyuğun ayağı kəsimdən sonra, həm də o cümlədən başı, hamısı heç bizim əlimizdə qalmır ki, onu biz həmən Gələk yoxlayaq da. Çin ölkəsinə Gedək satırıq. yoxlayaq. Gəlin, bəli, buyurun. Mən sizə bir şey Mən deyim. məsələn, toyuğun ətinin siz- tərkibini siz desəm iki- bilməyəcək bu adam. siz Nə deyə fermenti bilmirəm var ki. bilməyəcək. Yaxşı Bunun bilirəm. işi İki- bu günə kimi 50 yerdə poveri eləməkdir. Daha doğrusu aşbazlıqmı? Aşbazlığı niyə küçülsün səni? Mən niyə Mən maddi küçümsəmirəm? ehtiyacım üzrə aşbaz da olaram, sıvaqçı da olaram. Bunun nə əlaqəsi var? Niyə? Çünki onu yandırır axı bu söhbət. Bu gün üçün Verilişdən qabaq, o biri verilişdən qabaq. Mən üzr Hətta mənim istəyirəm. telefonumda səs kaydı vardı. Ki, Üzr mən sən istəyirəm. xahiş elədim ki, bu roller haqqında Mən danışma. üzr Bu istəyirəm. adamdır ki, Demək, səs- e-mailini, e-mailini. Mən Çünki icazə sən kimi verirsən adamlar sən bilirəm ona görə kaydı Elçin müəllim, mən bura çıxmışam, mən ya sənə bu sorun, ya roller də mən gedim. göndərəcəm. Yəni, Yox, qoy çünki sən sözümü düzdən- deyim. Mən Sən bir mənim dəqiqə. şəxsimə hakaret Səbirlə edirsən. bir-birimizi Ölkənin- dinləyək. Amma bu roller Hamı- qalıb qıraqda Və şəxsimə hakaret ölkənin edir. ən böyük Bu nə problemi demək olur? Elçin Səbir müəllim. olun, mən kontrol edəcəm. Ölkənin ən Mən böyük buranın problemi qonağıyam. Bəli, bəli, səbir ölkənin olun. ən böyük problemi bilirsənmi nədir? Zaman Sizin kimi zaman insanlar qida Zaman istehsalı zaman. etməsidir. Budur Ya, zaman problem zaman. ölkənin. zaman bu ölkədə üzr istəyirəm, ərdən boşanan, arvad boşayan, hamısı gəlirdi bir jurnalist Mən sizin olurdu səs və kaydını yaxud paylaşacağım. jurnalistin Xəbəriniz şantaja keçmə. Geçməyəcək. Danışdığın ki, bu roller belə deyərsən, üzr bu belə istəyirəm, olsun. Mən belə onu paylaşacağım, o bilinəcək onun yüzü. Keçən dəfə diplomunu gör- dedin göndərəcəm, hələ Sən heç göndərmirəm, göndərmirsən. amma səs Yəni paylaşanda sözü verirsən göndərirsən. eləməyən adam oxşuyursan. Eləməyən adam burada Yəni sizə demək hakaret istəyirəm imkan ver, edəməzsin. ya Bu- imkan İki verin, dəqiqə ya səbir olun, imkan danışsın, verin. sonra sizə söz Ha, verəcəm. imkan İki verin, dəqiqə ha. səbir olun. Bu gün üçün Nə həmin mənim indi sözümü onlar kəsib deyirsin, Bir-iki hə. dəqiqə, yox, yox. Mən ona onlar söz verdim, o siz danışırsınız. jurnalist məsələsini Medianın İnkişafı Agentliyi həll elədi. Tənzimlədi. Tənzimlədi. Bu məsələ bitdi. Bir ara bunlar ya müğənni olurdular, ya müğənninin prodüseri olurdular. Bu məsələdə artıq ya müğənniyə səs lazımdır axı çıxsın ortaya. Həmişə yox, Bu amma da hər olmurdu. Bəli. İndi də bu sahənin adamları tökülüşüb qida eksperti olurlar. Qida eksperti olmaq üçün ən azından İqtisadiyyat Universitetinin əmtərşünaslığını, Texnologiya Universitetinin qida mühəndisliyini, Aqrar Universitetinin hansısa bir fakültəsini qutarıb və öz üzərində işləmək lazımdır. Alim olmaq lazımdır o sahədə ki, ictimaiyyətə deyəndə nəyi deyə biləsən. Ən azından bunları deməlisən ki, budur. Yəni, yoxsa çıxıb burada broiler toyuğunun ətinin sağlamlığını, keyfiyyətini mən demirəm ki, müzakirə eləyək. Ancaq qida mühəndisi, alim çıxıb tövsiyə xarakterli danışmalıdır ki, toyuq ətini belə pişirəndə... Yox, yox, şimdi tövsiyə oldu da, mübariz mənim deyək ki, qidasını dəyişək toyuğun. Toyuq ətini pişirəndə necə pişirək, bilyonundan mı daha çox istifadə eləyək, qızartma mı yeyək? Yəni, bunları bizə tövsiyə eləməlidirlər. Yoxsa çıxıb hər kəs
Qida Təhlükəsizliyi Agentliyinin işini görür. Bax, burada mən Qida Təhlükəsizliyi Agentliyinə səslənirəm. Hüquq mühafizə orqanlarına. Onlar eşitmirlər, narahat olmayın. Eşidirlərsə, onlara da hüquq mühafizə orqanlarına səslənirəm ki, bax, saxta qidanı Qida Təhlükəsizliyi Agentliyi aşkar eləyir. Saxtakar adamları kim eləyəcək? Bunların da qarşısını almaq lazımdır. Bu ölkədə istehsal, sahibkar, bunun üçün professor olmaq lazımdır. Elə bir dənə vətəndaşı dinləyir. İşlətmə lazımdır. Vətəndaşı. Yəni, ya imkan, bax, görürsünüz, ali təhsili yoxdur deni bu adamın. Dinləmə qabiliyyəti sıfırın altındadır. Gərək ali təhsil ola ki, dinləmə qabiliyyəti ola insan. Yəni, bunu istəyə bilmirsən ki. Mən başa deyim, əvvəla indi mən qeyd etmək istəyirəm ki, mən sizə diplomumu göstərəcəm. Belə göstərdim, amma atacam. Mən o mənim işim deyil, mən diplom yoxlayan deyiləm. Bir dəqiqə, Mübariz mənim, xahiş edirəm. Mən əvvəla bunu heç vətəndaş, mən vətəndaş olaraq da deyirəm ki. İxtiyarım yoxdur, kiminsə təhsilini yoxlayam. Mənim o işimdə deyil. Bircə dəqiqə, xahiş edirəm. Qıraqda şey danışır. Təhsildən danışır. Qida elə bir şeydir ki. Təhsil çox vacib şərtdir. Təhsil vacibdir, mən şübhə eləmirəm. Sən ali təhsil alsaydın, biz bir araya ayrılaq, bir ara reklam arasından sonra dinləmə qabiliyyətin olardı. Ala bilmirsən, bu tərbiyə sizdə yoxdur. Bircə dəqiqə, biz bir reklam arasından danışırsansa danışır budur. Danışma fikir ver. Səbirli olaq. Tərbiyəsiz sən özün. Xahiş edirəm, xahiş edirəm. Həm də böyük. Bir dəqiqə, Mübariz müəllim, xahiş edirəm. Mürvət müəllim, bir dəqiqə, xahiş edirəm, Mürvət müəllim. Mürvət müəllim, səbir olaq. Bir dəqiqə, Mübariz müəllim. Aşağı salırıq. Zamanında. Mübariz müəllim. Gözlə say eləyərəm. Görməsən göründü nətər. Mübariz müəllim, bir dəqiqə. Paylaşmasan kişi deyil.